Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Yeni bir vlog başladıram. Telefonumda nə qədər videolar var idisə, hamısını bir yerə yığdım. Vlog halına gətirdim. İndi isə üzərindən səsimi yazıram. Deməli, burada kofe hazırlayacaqdım. Dedim, elə çərəz falan da qoyum. Bir oturaq. Qaynım da bizdə idi. Oturaq belə maraqlı bir söhbət eləyək. Həmişə qaynım bizdə olanda çox maraqlı keçir. Belə darıxmırıq onsuz da, amma yenə də əlavə də kimsə olanda, qonağımız olanda maraqlı söhbət eləyirik, otururuq, deyirik, gülürük, zarafatlaşırıq, köhnə vaxtlardan danışırıq. Çox maraqlı olur. Və belə bir kofe hazırladım. Bunu mənim həmişə xalam hazırlayırdı. Adi Nescafeni köpürdürdü. Necə ki, soyuq kofe hazırlayırdı. O tərzdə köpürdüb Türk kofesinin üzərinə əlavə eləyirdi. Çox dadlı olur, amma yoldaşım bəyənmədi. İçmədi oradakı kofeni. Eybi yox. Yoldaşım ancaq çay xoşlayır. Burada isə səhəri gündəndir. Yatağı səlqəyə salırdım. Bu leoparlı dəsti çox bəyənirəm qızlar. Bunu Ceyran almışdı mənə ad günümdə. Trendyoldan almışdı. Səhv eləmirəmsə həmin vaxtlar 20 manat falan civarında idi. Yəni Ceyran bilirdi ki, belə bir şey istəyirəm. Ona görə də dedi ki, elə onu al, mən sənə alıram. Mən də sifariş elədim. Hələ də sevərək istifadə edirəm. Hardasa 3 il bundan qabaq almışdım mən bunu. Və yumağına baxmayaraq rəngi falan da getməyib. Çox yaxşı qalıb. Siz bir bu kişinin keyfinə baxın da. Səhər tezdən durdu. Qoymadı məni yatmağa. İndi özü yatır. Raul. Yatır, heç nə deyil. Hə qızlar, deməli Raul da səhər durmuşdu, qoymamışdı yatmağa. Elə onun acığından mən də onun bayaqları oyatmağa çalışırdım, amma gördüm ki, oyada bilmirəm. Axır vaxtlar səhərlər durur, evdə bir kruk fırlanır, oynayır öz üçün, nə bilim nə edir. Sonra da gəlir, uzanır, yatır. Həmin o ərəfədə də artıq mənim yuxum qaçmış olur. İstər-istəməz, yəni səhər tezdən yuxu qaçandan sonra da gün ərzində yorğun olur adam. Keçən həftə soruşmuşdunuz ki, bu uşağın saçını niyə qırxmırsınız? İnşallah fikrimiz var. Ümumiyyətlə biz nə Ajdanın saçını qırxmışıq, keçər eləmişik, nə də ki Raulun, amma artıq yaydır, o saçla istidir deyə fikrimiz var ki, onun saçını artıq qırxaq. Belə amma yuxarı yığırdıq onun saçını həmişə. Amma son vaxtlar fikir verirəm ki, artıq uşağa da istidir, ona görə fikrimiz də var. İnşallah qırxacağıq Raulçikin saçını. Bir də ki, qızlar, keçən dəfə şərhlərdə bu çay dəsmallarını soruşmuşdunuz ki, su çəkənliyi var. Əslində istifadə eləməmişəm. İndi baxın, stakanı yaş elədim sizlər üçün. Gəlin birlikdə baxaq görək. Necə su çəkirmi, çəkmir, iz saxlayır ya yox. Bunları yumuşam, təmizdirlər. Amma sadəcə dekor üçün istifadə eləyirəm belə. Şkafın üstündən asmağa ya da nəsə hazırlayan zaman altına qoymağa. İndi bir yerdə baxaq görək, su çəkənliyi var ya yox. Su çəkənliyi var, amma sadəcə biraz üzərində tüklər saxlayır. Baxın, görsənir. Videoda da görünür ki, tüklər saxlayır biraz. Amma çox az bir miqdardadır, yəni o qədər də böyüdüləcək bir şey deyil. Məncə çox gözəl işini də gördü. Yəni parıldatmağı da parıldadı. Suyu da çəkdi hamısını. Biraz tükləri var idi, onu da götürdüm belə. Allah, istəsiz ala bilərsiniz, kodunu da yazaram. Fərqli şəkillərdə olanı var idi. Mən belə limonunu götürdüm. Belə. Bunları da test etmiş olduq bir yerə. Deməli qızlar, yeməyim pişdi. Soğuz eləmişdim, toyuq soğuzu. İndi qazın üzərini təmizləyəcəm. Artıq neçə vaxtdır ki, belə təmizlik videolarını o qədər də çəkmirəm, elə gündəlik həyatımızdan paylaşıram. Qazın üzərini isə Faberlic'in məhsulu ilə təmizlədim. Keçən dəfə bir xanım yazmışdı. Demişdi ki, əgər istəsəz Faberlic'dən maaşa çıxa bilərsiniz. Mən əslində artıq neçə ildir Faberlic'dən məhsullar alıram. Biz hətta nişanlı idik onda yoldaşımla. Nişanlılıq dönəmimiz idi. Onda kosmetika, ev məhsulları falan alırdım. Nə qədər də məhsullar alsaydım
qardaşlarım da həmişə elə tələb eləyirdi ki, bu qədər, nə bilim, mal alın. Hər ay təxminən mən 50 manat falan bu qədər məbləğlərdə, 50 manatdan da hətta bəzən olurdu ki, 60-70 manatlıq sifarişlər eləyirdim, amma yəni o zamanlar belə də mən heç cür maaşa çıxa bilmirdim, ancaq hədiyyələr verirdi. Bir çox məhsullarını yəni sınamışam Faberlikin. Yaxşısı da var, bəyənmədiklərim də var. Məsələn, paraşoklarını bəyənmirəm. Ləkə çıxardıcıları yaxşıdır, pis deyil, amma ki paraşoklarını heç sevmirəm. Çünki həm azdır, həm qiyməti münasib deyil, həm də ki heç bir işə yaramır. Miqdarı azdır. 1 kilo, 2 kilo tökəndə də gərək bir 4-5 qaşıq tökəsən ki, yəni orada nəsə köpüklənsin, nəsə bir effekt versin. Heç vaxt paraşoklardan razı qalmamışam, amma belə qap şampunları çox gözəldir. Maya sabunları çox gözəldir, çox gözəl qoxuları var. Yəni ki, uzun sözün qısası, bir çox məhsullar yaxşı olsa da, gərək hər ay oradan məhsul alasınız ki, hər hansısa bir faizə qalxa biləsiniz. Ona görə o da mənlik deyil. Mən hardasa 3 aydan bir, 4 aydan bir ya ətir alaram, ya nəsə tuş qutarar, onu alaram. Hərdən yəni sifariş yerləşdirirəm. 20 gündən birdir Faberlikdə kataloq dəyişməsi. 20 gündən, 25 gündən bir nəsə almalısınız ki, hər hansısa bir məbləğdə sizə maaş versinlər. Yenə də bilgisi olan xanımlar varsa yorumlarda yazsın. Çünki mən tam dəqiq bilmirəm. Yəni təqribi qiymət nəzərdə tuturam. Əgər bilginiz varsa və yaxud necə qazanırsınızsa, o barədə yaza bilərsiniz. İzləyicilərimizdən də bilməyənlər ola bilər. Əgər kiminsə bacarığı varsa, nəsə sata bilirsə, sizin qrupunuza qoşulub özləri də qazana bilərlər. Deməli qızlar, yoldaşım gəldi evə və belə bir kiçik bazarlıq elədi. Xlebçim qutarmışdı. Həmişəki kimi xlebçi malasının xlebçilərini istədim ondan. 2 paçka alıb. Bu qırmızı olan mənə daha çox xoş gəldi. Dırnaqlarımı da düzəltdim. Yaşıl çay istəmişdim. Tez firmasının alıb. Səncəfilli və limonlu. Bunu içməmişəm. Sınayacağım birinci dəfə. İnşallah xoşuma gələr. Biraz soğan, şor və süd. Mila firmasının südü. Bu soğan da birazdan istifadə eləyəcəm əti çəkəndə. Burada isə sürətdən belə bir kargomuz var. Sürət kargo gətirmişdi. Və qızlar, artıq bağlamamı açdım. Belə bir gözəl hədiyyəmiz gəlib. Öz İnan Oğulları mağazasından Trendyolda Öz İnan Oğulları yazsanız çıxacaq. Deməli, nəyi vurğulamaq istəyirəm? Çərəzləri həm dadlı və təzədir, xırçıltılıdır. Belə bir cevizli sucuk göndəriblər. Bu da çox dadlıdır. Çox bəyəndim dadını və bunu sizə göstərmək istəyirəm. Evdə məndə qaysı qurusu var hal-hazırda və sizə həmin o qaysı qurusunu gətirib göstərmək istəyirəm ki, onun ölçüsünə baxın və bunun ölçüsünə baxın. Yəni ən azından burada da görürsünüz ki, necə böyük bir ölçüdədir və çox dadlıdır. Dadını da çox bəyəndim. Belə Antep fıstığı qırıntıları və fındıq qırıntıları da var. Tort bişirənləri nəzərə alaraq belə bir məhsulların satışını gerçəkləşdirirlər. Belə şirin bir notları da var. Burada yazıblar evimiz vlog və ailəsinə hədiyyəmiz. Çox sağ olsunlar. Təşəkkür edirik hədiyyələrinə görə. Dadlarından həqiqətən çox razı qaldım. Siz də əgər belə keyfiyyətli məhsullar axtarışındasınızsa, mağazaya bir göz atın deyərdim. Alıb yoxlasaz görəcəksiniz ki, yəni mən boşa danışmıram. Bəyənmədiyim məhsulu da sizlərlə heç vaxt bölüşmərəm. Nə olsun ki, yəni hədiyyədir, amma yenə də bilirəm ki, əsas olan siz mənim izləyicilərimsiz. Borcum sizi doğru yönləndirməkdir. Ona görə də məsləhətimə bir qulaq asın deyərdim. Bu mağazaya da baxın. Əgər Trendyol qeydiyyatınız varsa, mağazanı da takibə alaraq dəstəkdə ola bilərsiniz. İnşallah satışları daha da çoxalsın. Dadları da ki, həqiqətən yəni möhtəşəmdir.
Salam qızlar, bilirsiniz ki artıq neçə vaxtdır pəhrizdəyəm və pəhriz zamanı qaysı qurusu və çərəz kimi məhsulları istifadə etmək vacibdir. Ona görə də sizi öz İnanoğulları mağazası ilə tanış etmək istəyirəm. Bu qaysı qurusuna bir baxın qızlar. Dadı da həcmi kimi digərindən üstündür. Çərəzlər də xırçıltılı və təzə idi. Mağazanın linkini topluluq bölməsində paylaşacağım. Bu cevizli sucuğa isə sadəcə bayıldım. Dadı möhtəşəm idi. Mağazada konditerlərə özəl antep fıstığı və fındıq qırıntıları da mövcuddur. Həm çayın yanına, həm də şirniyyatların üzərinə təbii və təmiz məhsul axtarışındasınızsa mağazaya bir göz atın deyərdim. Mən çox bəyəndim. Əminəm ki, siz də sevəcəksiniz. Burada isə qızlar qaynımın ad günü idi. Bir daha təbrik eləyirəm onu. 33 yaşı oldu. İnşallah gələn il artıq evli olaraq yaşını qeyd eləsin. 34 yaşını qeyd eləsin. Ailəsi ilə bir yerdə, ətrafında da ki, öz övladları olsun həmişə. Və tortumuz da həmişəki kimi ceyran bişirib, çox dadlı bişirmişdi. Burada isə artıq vlogumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Abunə deyilsinizsə abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.